Salam dəyərli 11-cilər. Bugünkü buraxılış imtahanı ilə bağlı qrammatika suallarının izahına baxırıq. Vaxt aparan suallar çoxdur. İlk sualımızdan başlayırıq. Fələk ömrümüzə saldı ayrılıq. Getdin gözəl, çox gözlədim, gəlmədin. Nümunəsinə əsasən cədvəldəki uyğun fikirlər. Fe'llər eyni zamanda, eyni şəkildə işlənmişdir. Demək, burada saldı, ayrılıq saldı, getdin, gözlədim, gəlmədim. Hamısı eyni zamandadır, yəni keçmiş zamanda işlənib. Şuuri keçmiş zamanda işlənib və eyni şəkildədir, yəni xəbər şəklindədir, biri götürərik. Sonra, hal şəkilçisinin tələbi ilə söz kökündə saiti düşmüş isim tamamlıq vəzifəsindədir, yanlışdır. Müraciət bildirən söz, yəni gözəl sözü, isimləşmiş nitq hissəsi ilə ifadə olunub. İsimləşmiş nitq hissəsi sifətdir, 1-3 götürürük. Yanlışa baxırıq, quruluşda düzəltmə olan fe'l əmr şəklindədir. Düzəltmə olan fe'l gözlədin, bu düzəltmə fe'ldir. Amma əmr şəklində deyil, xəbər şəklindədir. Yanlışı da yanlış, 1-3-4-dür cavabımız. 32-yə baxırıq. Ordu, vergül, qaçqınlar, vergül, əsirlər, tiri, vergül. Demək, bir sözdə hər kəs bir-birinə dəyib. Burada ardıcılığı da belə verə bilərik. Vergül, vergül, tiri, vergül, yəni C variantı vermək olar. Xəbəri icbar növdə olan hansı cümlələrin tərkibində hərəkətin subyekti, obyekti yoxdur? Həmişə həvəslə yazdırırlar. Yazmaqdan yazdırmaq bu icbar növdədir və həmin cümlədə hərəkətin subyekti, obyekti yoxdur. Biri götürürük. Əlbəttə, yenə vaxtında dəyişdirməlisiniz, siz dəyişdirməlisiniz. İcbar yox, məlum növdədir. Dünən yazdırdıqlarımız artıq burada icbar növ olsa belə, hərəkətin obyekti, yəni yazdırdıqlarımız var, 3 olmayacaq. Səhərə kimi kəndə daşıtmalıdırlar. Onu daşımaq, onu daşıtmaq. 1-4 cavabımız olacaq. Növbəti sual 34-də. Cümlələrin birində xəbər məstər tərkibi ilə ifadə olunmuşdur. Aləmşah bəyimin yeganə çıxış yolu nə idi? Uşaqlarını buradan uzaqlaşdırmaq idi. Məstər tərkibi xəbər vəzifəsində çıxış eləyib 34-də B variantıdır. 5-ci sual asan sualdır. Frazi birləşməni müəyyən etmək istəyir. Özündən çıxmaq, yəni əsəbləşmək, hisslənmək, frazi birləşmək kimi verilə bilər. 36-cı suala baxırıq. Topluda olmalıdır bu sual. Hansı nümunədə altından xətt çəkmiş sözü həm xitab, həm də mübtəda kimi düşünmək olar? Deyir, Aqil, Səfər və Kərim səni axtarırdılar. Həmciz mübtəda kimi. Bir də var, Aqil, Səfər və Kərim səni axtarırlar. Cavab da B variantı olacaq. Keçirik. Belə bir həngamə sual var. Vaxt aparan sualdır. 37-ci suala baxırıq. Deyir ki, verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Onlarla həll olunmamış məsələyə birgə baxış keçirilsə də, yenə də bir neçə işi yekunlaşdırmaq mümkün olmadı. Bu, budaq baş cümlədir. İkincidə deyir, onlarla insanın gözü qabağında baş verən bu hadisə bir çox qəzetlərdə dəfələrlə işıqlandırılmışdı. Hər ikisinə aiddir, yalnız bir nümunəyə aiddir. Bu bizim 37-ci sualımızdır. Baxaq. Deyir ki, demək, kökü amonim olan saydan yaranmış söz işlənir. Bu birinci nümunədə var. Birgə sözü, kökü bir saydır, amonimdir, ədat və say kimi saydan düzəlmiş söz işlənib. Bu bir doğrudur. Amma ikinci nümunədə belə bir söz yoxdur. Yəni saydan düzəlsin, amonim söz ol, kökü amonim olsun, yoxdur belə bir şey. Bu əslində bir yazılmalıdır sağ tərəfdə. Bir olan cavabları nə edəcəksiniz, çıxacaqsınız. Fe'li birləşmənin aslı tərəfində olan say var. Fe'li birləşmənin aslı tərəfində. Onlarca insanın gözü qabağında, onlarca aslı tərəf, fe'li birləşmə burada onlarca insanın gözü qabağında baş verən bir yerdə. Bir də, demək, burada da var. Yenə də bir neçə işi yekunlaşdırmaq, fe'li birləşmə orada da var. Və aslı tərəfində yenə bir neçə say burada da var. Demək, 2 cavabını nə edəcəksiniz? 2 cavabını biz götürmüş olarıq. Sonra, birləri çıxdıq cavabdan, yəni cavab hansı qalır? Onda cavabımız asan çıxdı ki, elə E variantı cavabda qalır. Yəni, birləri çıxmaqla cavab asanlaşdı. Ona görə biri tapmaq da vacib məsələ idi. Cavab E bəndə olacaq. O bir fikirlərə də baxa bilərik. Rəqəmlə yazıla bilməyən say işlənib. Burada var da birincidə bir neçə, ikincidə bir çox, 2-3. Sonra 4-də birinə aiddir. Neçə sayı işləndiyini dəqiq müəyyən etmək mümkün deyil. Onlarla həll olmamış məsələ, onlarla şəxs kimi. Bu birinə aiddir. 2-3-4. Təyin vəzifəsində olan qeyri-müəyyən miqdar sayı tamamlığı izah edir. Və burada bir çox
Qeyri-müəyyən miqdar sayda qəzetlərdə tamamlığını izah eləyir. Cavab da E variantı olur. Yazıcı deyilişi fərqlənmir. Bu 38-ci sualımızdır. Burada vermək olar, rəqəmlə verilənlərə baxsaq. 1-ə verə bilərsə 38-də, demək, 1-ə ilə birinci sözü vermək olar, sənəd sözünü. Sonra orada 3-ü vermək olar, 3-də səhifələrində sözünü. 1-ə 1-3. İkinciyə baxaq. Səs hərfdəki sayı bərabər deyil. Bu yəqin şəxsiyyətlərdən sözünə Y səsi düşdü. 2-yə 5-i verək. Üçüncüdə isə tərkibində kar samit işlənməmişdir. Burada vermək olar, böyük sözündə sözdən sonra sayit gəlib ə, sayit gəlib K Y olacaq. Bir də 4-ü verərik bura. Keçirik 39-a. Gedib xaricdə təhsilini artırar cümləsində nöqtələrin yerinə hansı cümlələr yazılsa mürəkkəb cümlə alınır? Gedib xaricdə təhsilini artırar, atası arzusuna çatar. İkinci mübtəda atası. Olsun mürəkkəb. Bir də biliyi xalqına gərəkli olar. 2 və 4-dür cavabımız. O birlərdə sadə olur. Və 39-cu sualımıza baxırıq. 39-a baxdıq daha doğrusu. 40-cı suala baxaq. Dünənki yarışın qalibi Səlim nə isə söyləyərək otaqdan çıxdı nümunəsi ilə bağlı doğru fikir müəyyən edin. Fe'li birləşmənin işləndiyini əminliklə söyləmək olmaz. Niyə? Nə isə söyləyərək işləndiyini deyə bilərik. Öyle deyil. Var burada bir yanlışdır. Sonra tüm qara hərflər verilmiş söz sintaktik əlaqədə yalnız əsas tərəfdir. Otaqdan çıxan kimdir? Səlimdir. Bu mübtədadırsa əlbəttə ki, əsas tərəfdir. 2-ni götürərsiniz. Çıxışlı qal şəkilçili otaqdan sözü tabilik əlaqəsində aslı tərəfdir. Otaqdan çıxdı xəbərlə sintaktik əlaqədə aslı tərəfdir. Demək 2-ni və 3-ü daha doğrusu bu bizim 40-cı sualımızdır. 2 və 3-ü götürərsiniz və bir də 4-ü haqqında danışılan, yəni mübtədada haqqında danışılan Səlim cümlədən çıxarılsa, ismi birləşmə var burada. Yarışın qalibi isə nə olacaq? Sintaktik əlaqədə, uzlaşma əlaqəsində əsas tərəf olacaq. 40-da cavab B bəndi olacaq.